Bu gördüyünüz əjdaha cəmi 38.900 manata. Inline Sport 1.6 motor turbo həyatın bir anı. Narda Greylək, Enline'in birləşməsi ahəngdarlığı bilirsiniz də nələr yaradır. Şəhərdə, nə bilim, 2024-ün seniorkasını sürsən belə bu maşın daim diqqət mərkəzindədir. Qıraqları koja, ortası parça salon, ümumiyyətlə maşının sükanında əyləşirsən, komplektasiyadan heç bir söhbət eləmək istəmirəm. Yəni, özünüz bilirsiniz. Bir dənə bu düyməni basandan sonra sizin qarşınıza heç kim ala bilməz. Baba, bir dənə təzdən qoymasa, baba, alov şərəsi çıxır, yəni patrışqalarım dağılacaq. Maşın tam əla vəziyyətdə, sistem qızdır, demirəm, ya da ki, komplektasiyadan söz vermişdim, heç nə deməyəcəm. Maşının kapotunu açacaq, digər Enline'lardan nə fərqi var bu maşınımızın? Yəni, burada canavar yatır. Yəni, birdən, necə deyim, videonu izləyənlər arxaya çəkilsin. Çünki bu motor işləyə bilər. Maşın tam, Allah, ya Allah. Baba, canavar yatır. Bunu onsuz özünüz bildiniz. Sizə bu nədir? Poşenlərin yanmasının qarşısını alan təmizləyici funksiyadır. Bu da bir çox Enline Elantralarda olmayan funksiyalardan biridir. Yəni, burada canavar yatır. Bu maşında qətiyyən problem ola bilməz. 44.000 cəmi kilometrajdadır. Maşınımızı bir dənə də zəhmət olmasa ətrafını göstərək. Cəmi 38.900 manata bu canavarı əldə edə bilərsiniz. Hətta biraz dəli şeytan mənə anlatdı ki, çöldə bir dənə BMW-mi göstər. İstədim o BMW ilə Barteredə gedəm. Sonra dedim, nəysə. Ünvanımız Nəsrin metrosunun yanı səhifəmizə takip atın ki, belə canavarları qatırıq.